Hər vaxtınız xeyir, əmək bazarının yenilikləri ilə tanış olmaq istəyənlər, iş axtarışında olanlar, işsizlikdir, efirdədir. Hər buraxılışda olduğu kimi bu dəfə də yeni fürsətlərlə qarşınızdayıq. Bir qədər sonra təqdim edəcəyimiz vakansiyalarda arzuladığınız işə bir addım daha yaxın ola bilərsiniz. O, başqa bir sahədə işləyirdi, amma xəyalları onu tam fərqli bir peşəyə yönəltdi. Bugün seçdiyi sənətin zirvəsindədir. Elnur Həsənovun uğur hekayəsini birazdan izləyəcəksiniz. Yeni peşəyə yiyələnmək istəyənlər, diqqətiniz bizdə olsun, çünki peşə hazırlığı kurslarından danışacağıq. Bu kurslara kimlər qoşula bilər və necə faydalanmaq mümkündür? Efrimizin davamında bu və digər suallara mövzumuzu müzakirə edərkən cavab tapacağıq. Hazırda isə Dövlət Statistika Komitəsinin məlumatı ilə proqramımızı davam etdirmək istərdik. Məlumat ölkədə işsiz şəxslərin statistik göstəricisi ilə bağlıdır. Belə ki, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 225.600 nəfərdir. Onların 52% kişilər, 48% isə qadınlardır və sir deyil ki, işsizliyin səviyyəsinin azaldılmasına təsir edən əsas amillərdən biri də yeni vakansiyalardır. Verilişimizin əsas məqsədlərindən biri də işsiz və iş axtaran şəxslərə dəstək olmaq, onları sözü gedən mövcud vakansiyalar barədə məlumatlandırmaqdır. Elə növbə sizin üçün topladığımız vakansiyalarındır. Hazır olun, çünki bəlkə də axtardığınız iş elə indi sizə təqdim edəcəyimiz elanlar arasındadır. Real Dent klinikasında tibb bacıları üçün iş var. Müvafiq sahə üzrə orta ixtisas təhsili mütləqdir. Sertifikasiyadan keçmiş şəxslər müraciət edə bilərlər. Əmək haqqı isə 500-600 manatdır. Xaçmaz Aqropark maliyyə nəzarəti üzrə aparıcı mütəxəssis vakansiyasını təqdim edir. Namizəd ali təhsilli və 25-50 yaş aralığında olmalıdır. Maaş 500-750 manat aralığında dəyişir. 21-ci əsr beynəlxalq təhsil və innovasiya mərkəzi fizika, riyaziyyat, ingilis dili və məktəbəqədər təhsil üzrə müəllim vakansiyalarını təqdim edir. Ali təhsilli təcrübəsi olanlar müraciət edə bilərlər. Əmək haqqı isə razılaşma yolu ilədir. Camal LTD şirkətində isə satıcı işi var. Satış sahəsində təcrübəsi olanlara üstünlük veriləcək. Əmək haqqı 500 manatdır. Hələ ki 4 vakansiyanı sizə təqdim etdiyi proqramımızın sonuna yaxın seçdiyimiz əmək bazarında mövcud olan fərqli tələbləri olan vakansiyaları diqqətinizə çatdıracaq. İş axtarışında olanlar bizi diqqətlə izləyin. Eyni zamanda efrimizin gedişatında ekranın aşağı hissəsində də müxtəlif vakansiyaları izləmək, məlumat əldə etmək imkanınız olacaq. Hazırda isə sizə süjet təqdim edəcəyik. Süjetimizin mövzusu isə peşə hazırlığı kursları haqqındadır. Bilirik ki, peşə hazırlığı kursları işsizlər üçün yeni imkanlar yaradır. Bəs bu kursu bitirib sertifikat alanlar necə? İş tapa bilirmi? Əsas məsələ məhz budur. Ekspertlərin fikrincə bu proses təkcə sertifikat verməklə bitməməlidir. Məzunların işlə təminatı da mütləq ki, nəzərə alınmalıdır. Daha ətraflı süjetimizdə. Dünyada əmək bazarının tələblərinin dəyişməsi peşə hazırlığı kurslarına marağı 1-5 artırıb. Beynəlxalq təcrübədə kurslara qatılanlar peşəyə yiyələnməklə yanaşı aylıq məvacib də alırlar. Bununla da işsiz və iş axtaranların əmək bazarına daxil olması imkanı yaranır. Ölkəmizə gəlincə peşə hazırlığına münasibət bir qədər fərqlidir. Nədənsə insanların çoxu universitet bitirməyi üstün tuturlar. Peşə təhsilini isə bir o qədər də prestijli saymırlar. Lakin işə qəbul zamanı təcrübəyə gələndə diplom sevgisi yox, peşəkarlıq və bacarıq da çatır. Bu məsələnin bir tərəfidir. Digər tərəfi isə əmək bazarının tələblərinə uyğun bu kursların necə təşkil olunmasıdır. İşsiz və iş axtaran şəxslər Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunan qısa müddətli kursları bitirdikdən sonra dövlət nümunəli sertifikatla təmin olunurlar. Artıq bu sertifikat da bir növ onlara dəstək göstərir ki, daha dövlət tərəfindən tanınmış sənədlə əmək bazarında çevik bir şəkildə daxil ola bilsinlər. Biz onlara o imkanı yaradırıq, dövlət tanıdığı sertifikatı verməklə. Artıq onlar da özləri iş imkanları əldə edərəkdən işlə təmin olunurlar.
olurlar. Yəni öz şəxslər özü edir bunu. Kursu bitirənlərə sertifikat verilir. İşlə təminata gəlincə bu sual doğurur. İqtisadçıların fikrincə peşə kursları təkcə sertifikat verməklə kifayətlənməməlidir. Əgər il ərzində 1000 nəfər hazırlıq kursu keçirsə, bu çox azdır. İl ərzində 2000 nəfər hazırlıq kursu keçirsə, bu yenə də azlıq təşkil edir və hətta bunların işgüzar fəaliyyətdə təminatı mövcud deyilsə, bu da məsələnin tam bitmiş hesab olunması demək deyildir. Yəni, peşə hazırlıq kurslarının mövcud vəziyyəti və gələcəkdəki praktik vəziyyəti hələlik tam qane-edici hesab etmək olmaz. Peşə hazırlıq kursunu keçən şəxslər sertifikat aldıqdan sonraki taleyi məlum deyil işgüzar fəaliyyətdə. Digər bir tərəfdən də biz onu da demək məqsədə müvafiqdir ki, bunlar 5 ay, 6 ay, hansısa bir ay ərzində kursu başa vuran müddətdə dövlət büdcəsindən bunlara hər hansı minimum əmək haqqının 50% miqdarında vəsait də ödənilir. Onda o zaman məlum olur ki, bu vəsaitin də ödənilməsi, yəni çox da qənaətbəxş hesab edilmir. İqtisadçı Anar Vəliyev bildirir ki, peşə hazırlığı kursları sertifikatı verdikdən sonra işsizlərin məşğulluğunu da düşünməlidir. Əks halda sertifikat alan şəxs yenə də işsiz dolaşır. Problemin kökünə gəlincə, peşə hazırlıq kurslarına cəlb eləmənin fərqli yanaşmalar mövcuddur. Fərqli yanaşma nədən ibarətdir? Burada işsiz və iş axtaran şəxslər müraciət etdikdən sonra, onların vəziyyəti tamamilə yoxlanıldıqdan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən göndəriş əsasında müəssisələrə göndəriş təqdim edilərək həmin şəxslərin peşə hazırlığı təmin edilir. Və burada hansı nüanslar yaranır? Nüans ondan ibarətdir ki, demək, əlçatanlıq səviyyəsi biraz aşağı yenmiş olur və eyni zamanda boşluqlar üzə çıxmış olur. Digər bir tərəfdən peşə hazırlığını həyata keçirən kurslar isə seçim meyarlarına uyğun olaraq dövlət qurumları ilə müqavilələr əsasında işləri qururlar. Qeyd edək ki, peşə kursları ödənişli və ya ödənişsiz qaydada təşkil olunur. Peşə hazırlığına cəlb edilən şəxslər üçün nəzərdə tutulan təqaüdün məbləği minimum əmək haqqının 50% miqdarında hesablanır. Təqaüddən yararlananlar isə 3 ildən artıq işləməyənlər, heç bir ixtisası olmayanlar, eləcə də şəhid ailələridir. Daimi izləyicilərimiz çox yaxşı bilir ki, verilişimizdə mövcud vakansiyaları təqdim etməklə yanaşı öz işini qurmaq istəyən şəxslərə ilham verəcək uğur hekayələrini də paylaşırıq. Sözü gedən növbəti hekayəmiz Elnur Həsənovun hekayəsidir. Gəlin birlikdə izləyək. Bir işi istəyəndə onun fərqinə varmırsan, sən nə qədər pul qazanırsan, necə qazanırsan. Əsas odur ki, içəridə istək olsun və sən qabağına bir məqsəd qoyasan ki, hansısa bir nöqtəyə gəlib çatasan. Hardansa başlamaq üçün mənim üçün o vəzifədə, o işdə işləmək də maraqlı idi. 5-6 aydan sonra bildilər ki, mən həm də bu işdə işləyirəm. Sevinç var idi, həyəcan var idi, qorxu var idi. Ailəm istəmirdi ki, mən bu işdə işləyim. Və mən bu həyəcan, bu qorxu, bu sevinclə başladım işləməyə. Oldum Elnur Həsənov. Bu mənim uşaqlıqdan olan bir arzum idi, istəyim idi. Bu işə gələndə hər kəsə hobbi kimi göstərib, amma öz içimdəki arzumu yerinə yetirdim. Uşaqlıqdan arzum o idi ki, Rəssamlıq Akademiyasının dizayner fakültəsinə girim. Sadəcə olaraq o dönəmdə biraz bu dizayner sənət aləminə, ailələrin yanaşma tərzi biraz fərqli olduğuna görə, biz də o ailədə böyüdüyümüzə görə, o ailədən də dedilər ki, yoxsa mütləq şəkildə hər kəsin ailəsində ya qızlar həkim olmalı müəllimə, oğlanlar isə hüquq fakültəsinə girməli idilər. Fikirləşdim ki, mən hara qəbul ola bilərəm? Jurnalistika fakültəsinə. 11-ci sinifə hazırlaşdım. Hamı gözləyir ki, bütün fakültələr yazılır, kodlaşma hazırlaşdım. Mən də fikirləşirdim ki, mən mütləq sənətə hardan gələ bilərəm? Televiziyadan gələ bilərəm. Məqsədli şəkildə kodlaşmanın birini səhvən etdim. Jurnalistika fakültəsinə qəbul oldum. Ora qəbul olandan sonra artıq 2-ci kursdan fikirləşdim ki, mən işləməliyəm, mən işləmək istəyirəm. Çünki yaş azdır, 18 yaş var və mən buradan artıq karyeramı qurmalıyım. Qəbul olduğum kanalların birinə və ora daxil olanda mənim uğur hekayəm başladı.
1 il Xəbərlər Departamentində titr operatoru vəzifəsində çalışdım. O dövrdə də yəni ki, kanalda digər əyləncəli departamentin uşaqları ilə də dostluğa başladım. Ünsiyyətçil olduğuma görə çalışdım ki, onlarla da ünsiyyətə başladım və 1 ildən sonra efir prodüseri işindən azad olub başqa işə keçdiyinə görə və o iş yeri boş qalmışdı. Yaxın olduğum aparıcılardan biri mənə təklif elədi ki, bəlkə sən bura prodüser kimi işə gələsən. Təbii ki, içimdə başqa bir sevgi də var. Çünki rəsm çəkmək, geyindirmək, stilist olmaq, dizayner olmaq, ona qədər mənim evdə çəkdiyim geyim kolleksiyaları, şəkillər, özümün fantaziyamla, o fantaziyalarla başladım artıq makyaj etməyə saç. Çünki özüm fikirləşirdim ki, bir insanı hazırlayanda onun makyajını, saçını eləmək. Bir gün Xəbərlər Departamenti aparıcılarından birini makyaj edən kanalın qrimyoru işə gəlmədi. Gəlmədiyi halda mən də o aparıcı ilə yenə də çox yaxın olduğuma görə buna sakit çəkdim, dedim ki, olar mən səni makyaj edim, mən bu işin texnikasını öyrənmişəm, mən bu işə artıq yavaş-yavaş başlamaq istəyirəm. Yeni qrimyor gələnə qədər o səni bəzəyər, o dedi ki, problem yoxdur. Amma dedim ki, bunu heç kəs bilməsin. Çünki 2004-cü ildə bir oğlanın bu sahədə çalışmağı biraz belə yad baxılırdı. Biraz qınaq obyektinə çevrilə bilərdi. Yəni ki, necə ola bilər ki, bir oğlan bir qadını makyaj edir. Amma bu mənim içimdə olan bir sevgi idi. Səhər tezdən işə gəlirəm. Bir də gördüm ki, kanalın vitse-prezidenti məni çağırır. Ayda, yəqin axşam titr operatoru çalışıram da. Fikirləşdim ki, yəqin hardasa siyasi adamın adını və yaxud da vəzifəsinin hərf səhvi, səhv etmişəm deyə məni çağırır. Çağırdım, dedi ki, salam, oturdu, əyləşdim. Bəs əyləş, sən artıq bundan sonra 2 iş icra edəcəksən kanalımızda. Necə 2 iş icra edəcəm? Mən onsuz da fikirləşdim, titr operatorundan çıxandan sonra mən əyləncəli departamenti işə başlamalıyam və orada prodüser kimi özümü sınamalıyam. Dedilər, yox. Sən artıq bizim həm də Xəbərlər Departamentinin aparıcılarını efirə hazırlayacaqsan. Həm geyimləri ilə, həm də makyajı ilə. Sevinç var idi, həyəcan var idi, bir də qorxu var idi. Çünki ailəm istəmirdi ki, mən bu işdə işləyim. Və mən bu həyəcan, bu qorxu, bu sevinclə başladım işləməyə. 5-6 aydan sonra bildilər ki, mən həm də bu işdə işləyirəm. Təbii ki, narahatçılıqlar vardı, amma siz necə o narazıçılıqları nədən edirdim? Hobbidə qoy eləyim də boşluqdur. Bilirsiniz ki, çəkməyi sevirəm, mənə icazə verin. Onsuz da bilirsiniz ki, mən televiziyada çalışıram. Onsuz da başqa bir işə keçəcəm, ya jurnalist olacağam, qoy institutu bitirim, jurnalist olum, diplomu alım, onu eləyim. Falan yerə bəlkə səni işə düzəldir. Bu 1 ildə burada televiziyada işləyim. Belə ailəni uzada gəlib çıxıb oldum Elnur Həsənov. Mən bu günləri işimin ən uğurlu nöqtəsindəyim. Mən belə deyirəm. Çətinliklər olur. Bir işi istəyəndə onun fərqinə varmırsan. Sən nə qədər pul qazanırsan, necə qazanırsan. Əsas odur ki, içəridə istək olsun və sən qabağına bir məqsəd qoyasan ki, hansısa bir nöqtəyə gəlib çatasan. 2009-cu ildə artıq Röya xanımla başladım çalışmağa. 2008-ci ildə Natəvan xanımla başladım çalışmağa. Makyaj etməyə çalışmaq deyim. Makyaj elə və müğənnilərin əhatəsinə düşdüm. Mən yaradıcı adam olduğuma görə çalışdığım qədər işimdə də sahibkar kimi davranmıram ustalara. Çünki mən özüm də ustayam. Yəni ki, nə qədər sadə olsam, o qədər daha yaxşıdır. Çünki ustanı ancaq usta başa düşər. Mən bu günləri yanımda çalışan ustalara müdür kimi davransam, onları biraz aşağı salmış kimi olaram. Çünki özüm də ustayam. Mən də onlardan fərqlənmirəm. Sadəcə olaraq o da eyni işi görür, mən də eyni işi görürəm. Bizim aramızda heç bir fərq yoxdur. Sadəcə olaraq
bir dənə adın populyarlığıdır. Elnur Həsənov. Bu Elnur Həsənov populyarlığı da mənim üçün heç bir zaman populyarlıq önəm kəsb eləmir. Hə, yaxşı yanları var, çox gözəl yanları var. Amma insan olmağı mən daha çox önəm verirəm. Proqramımızın əvvəlində də anons etdiyimiz kimi bugün aktiv məşğulluq tədbirlərindən biri olan peşə hazırlığı kurslarından danışacağıq. Kursu bitirənlər üçün işlə təminat prosesinin həyata keçirilməsi və sair bu kimi məsələlərə toxunacağıq. Studiyamızın qonağı isə Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Departamentinin müdürü Namiq Məmmədovdur. Xoş gəlmisiniz, hər vaxtınız xeyir olsun. Namiq müəllim, öncə gəlin bu kursların əhəmiyyətindən danışaq. Şəxslərin əmək bazarının tələblərinə uyğun ilkin peşə bacarıqlarına yiyələnməsi və daha sonra işlə təmin olunmasında məhz sözü gedən kursların əhəmiyyəti nədir? Təşəkkür edirəm. Qeyd etdiyiniz kimi peşə hazırlığı ilkin mərhələdə ilkin peşə bacarıqlarını, biliklərinin müdavimləri aşılamaqla, yəni işsiz və iş axtaran vətəndaşlarımızı aşılamaqla, onların müəyyən qədər əmək bazarını hazırlamaq, işə götürənlərin tələblərinə uyğunlaşdırmaqla, onları iş mühitinə uyğunlaşdırmaqdır ki, burada qısa müddət ərzində çalışırıq ki, müxtəlif kurslar vasitəsilə həm dövlət təhsil müəssisələri ilə birlikdə, həm özümüzün tərkibində olan Dövlət Məşğulluq Agentliyinin tərkibində olan peşə hazırlığı mərkəzləri, eyni zamanda peşəkar digər təlim müəssisələri və işə götürənlərin birlikdə bu cür kursları təşkil etməklə həmin vətəndaşları əmək bazarına hazırlıqlı səviyyə çatdırmaqdır. Maraqlıdır, Dövlət Məşğulluq Agentliyinə iş üçün müraciət edən şəxsləri siz hansı hallarda məhz sözü gedən kurslara istiqamətlendirirsiniz? İlk öncə vətəndaş Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və o cümlədən dost mərkəzlərinə müraciət etməklə işsiz və ya iş axtaran vətəndaş kimi qeydiyyata düşməlidirlər. Bu işsiz və ya iş axtaran statusu əldə etdikdən sonra vətəndaşa onun ilkin diaqnostikası aparılır və fərdi məşğulluq proqramı üzrə aparılır və əgər müraciət etdiyi peşə üzrə vakansiya yoxdursa, peşə hazırlığı, o cümlədən özünün məşğulluq, o cümlədən birgə maliyyələşdirmə alətlərindən istifadə etməklə bir neçə imkanlar təklif olunur və əgər vətəndaş peşə hazırlığını seçirsə, seçim vətəndaşa buraxılır. Bəli, seçim vətəndaşa buraxılır və seçim dedikdə ilkin diaqnostik bir qiymətləndirmə aparılır. Çünki vətəndaş hətta özünün məşğulluq yaxud da ki, birgə maliyyələşdirmə seçdiyi təqdirdə əgər həmən kriteriyalara uyğun olmursa, o alətlərdən zaten istifadə etmək imkanı olmur. Amma peşə hazırlığını seçirsə, hansı peşəyə uyğunluğu müəyyənləşdirilir və birlikdə vətəndaşla birlikdə məsləhətləşmələr aparılaraq bir neçə peşə seçməklə artıq peşə hazırlığı kurslarına imkan əldə edilir ki, iştirak eləmək hüququ qazanır. Uyğunluq necə həyata keçirilir? Yəni şəxsin ilkin bacarığı olmalı, yoxsa sadəcə istəyi varsa kifayətdir? Bizim karyera məsləhətçilərimiz Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında fəaliyyət göstərən karyera məsləhətçilərimizlə söhbətlər aparılır və əgər əlbəttə ki, vətəndaşın həm ilkin əvvəlki bacarıqları da qiymətləndirilir, soruşulur və eyni zamanda vətəndaşın maraq dairəsi də araşdırılır ki, hansı peşələrə uyğunluq səviyyəsi vardır, yoxdur və ondan sonra artıq ona uyğun olaraq bir neçə peşə seçməklə vətəndaş peşə hazırlığı kurslarına növbəlik prinsipi əsasında yazılır və öz növbəsini gözləyərək kurslara göndərilir. Əgər aktual kurs varsa, yəni həmən dövrdə vətəndaşın istəyinə uyğun olan peşə vardırsa və həmən peşələr üzrə qruplar tam formalaşmayıbsa, birbaşa olaraq həmən kurslara da göndərilir və vətəndaşla ilkin müsahibə aparılır. Ondan sonra vətəndaş peşə kursuna cəlb edilməklə həm ödənişsiz şərtlərlə peşə təlimi əldə edir və eyni zamanda təlim müddəti ərzində təqaüdlə də təmin edilir.
Kursların müddəti nə qədər olur? 6 aya qədər təşkil olunur. 6 aya qədər. 6 aya qədər təşkil olunur və müxtəlif kurslar təşkil olunur. Keçən il 2024-cü ilin statistikasına əsasən biz 14500 nəfər vətəndaşın peşə hazırlığına cəlbini nəzərdə tutmuşduq, amma təqribən 15500-dən çox vətəndaş bu kursların xidmətlərindən yararlana bilmişdi və təqribən 60%-i işlə təmin olunmuşdur. İşlə təmin olunma haqqında bir qədər sonra biz daha geniş danışacağıq. Maraqlıdır, 6 ay dediniz, 6 aya qədər davam etmə müddəti var həmin o kursların və bir məsələ maraqlı gəldi. Həmin o müddət ərzində şəxs hər hansısa bir peşənin bacarıqlarına yələnə bilirmi? Yəni kifayət edirmi o vaxt? İlk öncə qeyd edeyim ki, bu kurslara müəyyən peşə bilikləri, bacarıqları olan şəxslər də qatıla bilirlər. Bir növ ixtisas artırma kimi öz bilik bacarıqlarını artıra bilərlər və eyni zamanda nəzərə alaq ki, qısa müddət ərzində daha çox peşə hazırlığı, peşə təhsilindən fərqli olaraq daha çox vətəndaşın, yəni işsiz və iş axtaran vətəndaşın ilkin peşə bacarıqlarını aşılamağı nəzərdə tutur ki, onlar əmək bazarında müəyyən qədər həm əmək bazarı mühitinə uyğunlaşdırsınlar, işə götürənlərin tələblərindən tanış olsunlar, eyni zamanda minimal bilik və bacarıq əldə etməklə əmək bazarında müəyyən qədər rəqabət qabiliyyətli olsun. Şübhəsiz qısa müddət ərzində çox kvalifikasiyalı mütəxəssislər hazırlamaq çox çətindir, lakin ilkin səviyyədə ilkin səviyyədə peşəkar kadr kimi onlar əmək bazarına çıxıb, rəqabətli olub və işlə təmin olunduqdan sonra öz sosial vəziyyətlərini daha da inkişaf etdirə bilərlər. Bildiyim qədərilə işə götürənlərlə də əməkdaşlıq etmək mümkündür. Bu proses haqqında danışardıq. Biz qeyd etdiyim kimi adam başına maliyyələşmə prinsipi əsasında həm dövlət, həm də ki, qeyri-dövlət müəssisələri ilə əməkdaşlıq edirik. Müəssisələr hər ayın birindən 10-una qədər Dövlət Məşğulluq Agentliyinin rəsmi veb səhifəsindəki peşə hazırlığı bölməsindən müraciət eləyərək peşə təlimi müəssisəsi kimi qeydiyyata düşüb, müvafiq monitorinqdən keçirildikdən sonra, müvafiq sənədlərini təqdim edib yoxlanıldıqdan sonra bizim müsahibə komissiyasında qiymətləndirilir və əgər müəssisənin infrastrukturu, təlimçi potensialı, təlim proqramı tələblərə uyğundurlarsa, onlar təlim müəssisəsi kimi bizim peşə hazırlığı istiqamətində partnyorumuz olurlar və həm bizim işsiz vətəndaşların siyahısından biz vətəndaşları göndərməklə, həm də elanlar verməklə işsiz vətəndaşlar, hansılar ki, qeydiyyatdan keçməyiblər, onlar da müraciət edib işsiz vətəndaşın qeydiyyatdan keçirlər və həmin vətəndaşları da bu prosesə cəlb edirik. Yəni, burada həm təlim müəssisələri, həm işə götürən müəssisələr iştirak edirlər. Bizim partnerlər arasında bir sıra çox iri işə götürən təşkilatlar vardır ki, onlar öz işçi kadrlarını məhz bu alətdən istifadə edərək inkişaf etdirirlər. Bu, həm də onlara dövlət dəstəyi kimi də qiymətləndirmək olar, çünki bütün bu təlimlər dövlət tərəfindən maliyyələşdirilir. Onların əsas marağı nədir? Daha sonra işçi qazanır özünə, yoxsa necə? Yəni bir işə götürən o kursu niyə təşkil etsin? İlk öncə əlbəttə ki, işçi bazasına sahib olmaqdır. Çünki bir çox işə götürən təşkilatlar bugün əmək bazarında diləklənirlər ki, kvalifikasiyalı işçilər tapılmasında çətinlik çəkirlər və yaxud da ki, vətəndaşlar məlumatsızdırlar və bununla əlaqədar olaraq bizlə əməkdaşlıq etdikdə həmin işə götürən təşkilatlar ilk öncə də öz işçi bazasını inkişaf etdirirlər və eyni zamanda onlar öz tələblərini diktə edərək, öz tələblərinə uyğun olaraq tədris proqramı qurmaqla öz tələblərinə uyğun kvalifikasiyalı mütəxəssislər hazırlayırlar və beləliklə də kadr çatışmazlığı problemlərini həll edirlər. Gələk əsas məsələyə, işlə təmin olunmaya. Kursu keçdi, vətəndaş kursu bitirdi. İşlə təminat prosesində necə? Siz ona dəstək olursunuz? Yəni birbaşa olaraq şəxs kursu bitirdikdən sonra hər hansısa bir yerə işə göndərilir artıq, yoxsa bu da müəyyən bir müddət alır, vaxt alır? Dövlət Məşğulluq Agentliyinin bir əsas başlıca vəzifələrindən biri əlbəttə ki, vətəndaşların işlə təminatına yardım etməkdir. Biz bununla əlaqədar olaraq müxtəlif işə götürən təşkilatlarla işləyirik, vakansiyalar üzrə bunu həyata keçiririk, vakansiya bazamız formalaşır. Lakin eyni zamanda bizimlə peşə hazırlığı istiqamətində əməkdaşlıq edən müəssisələr də, təşkilatlar da öhdəçilikləri var ki, məzunların işlə təmin edilməsini həyata keçirsinlər. Çünki
bu təlimlər birbaşa işə götürənlərin sifarişi əsasında, işə götürənlərin tələbatı əsasında formalaşır və təlim müəssisəsi məcburdur ki, və bunun öhdəliklərindən biridir ki, məzun olmuş müdavimlərin işlə təminatına birbaşa dəstək verməkdir. Hansı müdavimlərsə ki, hansı məzunlarsa ki, işə təmin edilmirlər, onlar yenidən bizə müraciət edirlər. Həm müəssisə tərəfindən müraciət oluna bilər, biz onları qeydiyyata salırıq, yenidən onlarla iş aparıb, müvafiq göndəriş verərək işə təmin edilməsinə dəstək veririk. Son məqsədimiz, qısa deyərək, son məqsədimiz ondan ibarətdir ki, vətəndaşımız həm təlimdən məmnun qalsın, həm də eyni zamanda işlə təmin olunsundur. Uğurlar sizə bu yolda. Son olaraq istərdim qısa olaraq qeyd edərdiniz. Müraciət etmək istəyən şəxslər peşə hazırlığı kurslarına hansı sənədləri toplayıb və necə, hara müraciət etsinlər? İş axtaran vətəndaşlar, işsiz və iş axtaran vətəndaş kimi qeydiyyatdan keçmək üçün Dövlət Məşğulluq Agentliyinin yerli filiallarına və ya dost mərkəzlərinə müraciət etməklə işsiz vətəndaş kimi qeydiyyata düşdükdən sonra peşə hazırlığı bölməsini seçib, müvafiq ixtisasları seçdikdən sonra onlar bizim bazamızda formalaşırlar və hər bir vətəndaşın istəyinə, tələbinə uyğun olaraq kurslar təşkil edildikdə həmin vətəndaşlar həmin kurslara yönləndirilir. Çox sağ olun, təşəkkür edirik sizə mövzuya münasibət bildirdiyiniz üçün. Hazırda isə biz efirimizi əmək bazarında mövcud olan aktiv vakansiyalarla davam etdiririk. Azaki Kaos'da sürücü ekspeditor işi var. Bu vakansiya üçün BC kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Əmək haqqı isə 750-900 AZN-dir. Aksis Bankın Lənkəran filialında mikro və agro müştərilər üzrə aparıcı mütəxəssis vakansiyası açılıb. Bu iş üçün ali təhsilli 21-30 yaşlı şəxslər müraciət edə bilərlər. Əmək haqqı isə 1000-1200 AZN-dir. Otomet şirkətinə eşitmə cihazlarının satışı üzrə məsləhətçi lazımdır. Tələblər isə bunlardır. Ali təhsil, minimum 1 illik iş təcrübəsi, maaş 1000 manatdır. Videoqraflar üçün Azərimet Qapalı Səhmdar Cəmiyyətində iş imkanı var. Videoqraf, dizayn, vizual kommunikasiya və kinematografiya üzrə təhsil arzu olunandır. Əmək haqqı isə 1000-1200 AZN-dir. Baku Holiday Travel insan resursları üzrə aparıcı mütəxəssis vakansiyasını təqdim edir. Müvafiq sahədə 3 ildən az olmayaraq iş təcrübəsi, Azərbaycan və İngilis dili biliyi tələb olunur. Rus dili isə arzu olunandır. Maaş isə 1800 manatdır. Davam edirik. Növbəti vakansiyamızla Bakı Karton və Qutu Fabrikində baş mühasib vakansiyası açılıb. Namizəddən ali təhsil, Azərbaycan dilini səlis bilmək tələb olunur. İngilis və Rus dili isə arzu olunandır. İş yeri Sumqayıtda olduğundan bu ərazidə yaşayanlara üstünlük veriləcək. Yaşı 35-ə dək olan xanımlar müraciət edə bilərlər. Maaş 1500 manatdır. Contact Home Tender üzrə mütəxəssis vakansiyasını təqdim edir. Tələblərə gəlincə bunlar ali təhsil, Azərbaycan və Rus dili biliyinin olmasıdır. Əmək haqqı isə 1000-1500 AZN-dir. Azərbaycan dəmir yollarında stansiya növbətçisi işi var. Müvafiq sahə üzrə orta ixtisas təhsili olan və təcrübəli şəxslər müraciət edə bilərlər. İş yeri Qəbələdədir, maaş isə razılaşma yolu ilə. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi daxili kommunikasiya və tədbirlərin təşkili üzrə baş mütəxəssis vakansiyasını təqdim edir. Müvafiq sahədə minimum 4 il təcrübə, Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışıq və yazı bacarığı tələb olunur. Əmək haqqı isə razılaşma yolu ilə və bugün olan son vakansiyamızı təqdim edirik. Alko MMC-də logistika üzrə mütəxəssis vakansiyası aktivdir. Tələblər isə bunlardır. Ali təhsil, Azərbaycan, Rus və İngilis dili biliyi. Əmək haqqı 1300-2500 AZN aralığında dəyişir. Və bu səsləndirdiyimiz vakansiyalara özünüzə uyğun namizəd hesab edirsinizsə, CV-lərinizi vakansiyaların tələblərinə uyğun şəkildə hazırlayaraq birbaşa olaraq şirkətlərin ünvanına göndərə bilərsiniz. Bugünlük sizə təqdim edəcəklərimiz bunlar idi. Növbəti həftə yeni vakansiyalar, iş tapmaq və işini dəyişmək istəyənlər üçün yeni təkliflərlə qarşınızda olacaq. Bizi sosial platformalarda da izləyin. Əmin olun ki, hansısa iş sizlikdir.